Diqqət, diqqət. Bu 31 dekabr Azərbaycan səhnəsində tarixin ən böyük şou partlayışı yaşanacaq. Hazır olun. Ulduzlar heç vaxt bu qədər bahalı, bu qədər iddialı, bu qədər sensasiyalı olmamışdı. Sən hazır deyilsən? Çünki indi eşidəcəklərin şou biznesin gizli siyahısı, qonorarlarda rekord, məkanlar arasında görünməmiş savaş deməkdir. Və indi gecənin ən şok ulduz cəbhəsi, diva Aygün Kəzimova yeni gecəsini idarə edən tək səs, gecənin baş komandanı, yarım saat 35 min azyen, paytaxtın ən dəbdəbəli məkanları divanın adını yazdırmaq üçün sıraya düzülüb. Xalq artisti yalnız ən prestijli məkanlarda parlayacaq. Milyonların sevimlisi Röya, ilin ən çılğın tempinə hazır olun. Bu gecə Röya ordusu hər yeri fəth edəcək. 5 mahnı 30 min azyen və ən şoku Röya həmin gecə 5 məkanda ard-arda səhnə alır. Bu tempo, bu enerji sadəcə Röya fenomenidir. Oldum sevdalı, Mecnun misalı, sevmək insanı deli edir, değişir yaman halim. Şeir kimi ama şok effekti ilə Xumar Qədimova bu gecə özünü yalnız bir məkana həsr edir. Tək məkanda tam özəl, tam elit, eksklüziv, toxunulmaz, tam özəl. Gecənin ən zərif performansı üçün 5 mahnıya Qədimovaya 25 min azyen ödənəcək. Eksklüzivlik sözü varsa, o yalnız Xumar üçündür. Xalq artisti Tünzalə Ağayeva səhnəyə çıxır və məkanın enerjisini sıfırdan 100'ə qaldırır. Hər yarım saat 12 min azyen. Bu qiymət verən, bu enerjini alan paytaxtın 4 fərqli məkanı olub. Tünzalə yeni gecəsinin ən güclü vokal bombardmanını təqdim edir. Bu gecə ona darıxdır canım, ha gecə məni gəzirdi fağır. Şıltaqlığın şahı, sərt sözlərin kraliçası Seydə Sultan, şou biznesin ən şıltaq, ən kəsərli dili bu dəfə yenili lərzəyə salır. Özəl olaraq 3 dost məkanında səhnə alacaq Seydə 5 mahnı, hər yerdə 8 min azyen. Seydə yeni ilin temperament skandalı olacaq və bu ulduzların hər biri gecənin ritmini dəyişəcək. Natavan Həbibi rəqqaslarla xüsusi şousu paytaxtın 5 ən lüks məkanı tam partlayış, hər səhnə 7 min azyen. Ulduzlar rekord qırdığı, qiymətlərin baş gicəlləndirdiyi, səhnələrin alovlandığı ən böyük musiqi döyüşündə şok listimiz davam edir. Nəfəs adını tələbatlı sənətçilər sırasına yazdıraraq 7 məkanda özəl olaraq görünməklə yarım saatlıq səhnə çıxışı üçün 5 min, Miro 10 min, Aysun 4 min, Nərmin Kərimbəyeva 3500, Şəbnəm Tovuzlu 6 min, Vəfa Şərifova 5 min azyen tələb edir. Bu adlar yenilik gecəsinin atmosferini tamamilə dəyişəcək. Mənbələr deyir ki, bu sənətçilər üçün bəzi məkanlar son anda bir-birinə qarşı qara PR belə hazırlayıblar. Və indi ən böyük anons 31 dekabr Azərbaycanda şou biznesin tarix yazdığı gecə olacaq. Məkanlar ulduzlar uğrunda savaşır, ulduzlar rekord qiymətlərlə yarışır və bütün ölkə yeni ili şok şou ilə qarşılayır. Kim hansı məkanı seçəcək? Kim kimin əlindən ulduz alacaq? Kim rekord qazanacaq? Kim gündəmə düşəcək? Biz bu gecəni tam müşahidədə saxlayırıq. Skandallar yeni başlayır. Mən Həmzə bu skandallardan sizi xəbərsiz qoymayacağım.